Elvin, mənə çıxardıb oturmuşsan yuxarıda da oxşam. Salam. Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. İlk olunca bura çıxdım, buranı görəsiz. Burada da bir istirahət güşəsi var. İndi isə həyətdəyəm. Burada da mətbəxin qarşısında belə bir istirahət güşəsi var. Bu iki. Onlardan əlavə olaraq burada da söhbətgah var. Gəl Elvin bura. Soyuqdur hava. Hava birdən-birə soyudu. Bağlayıram Elvin buranı. Salam. Hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Sizləri salamlayıram Mərdəkanda 28 may küçəsindən. Hansı ki, hamının bildiyi, tanıdığı Makaronlu fabrikin küçəsində. Tam küçənin yaxınlığındayam. Sizə 5 sotdan çox torpaq sahəsi olan bir mərtəbəli modern üslubunda ən tez satılan bir ev təqdim edəcəm sizə indi. Başlayıram bir-bir hər şeyi sizə təqdim eləməyə. Evimiz bütöv olaraq əşyalıdır. 4 yataq otağı, hər bir yataq otağının özünün sanitar qovşağı, televizorinə qədər hər bir şey daxilində var idi. Mətbəxidir, ümumi sanitar qovşağıdır, qonaq otağıdır. Bir daha söyləyirəm, tam əşyalı. Qiyməti də qabaqcadan sizə deyirəm, start qiymət, başlanğıc qiymət 520 min manatdır. Biz hal-hazırda həyətdə yerləşən söhbətgahın daxilindəyik. Söhbətgahda, bağda və yaxud da Mərdəkanda yerləşən bir evin söhbətgahında nə varsa hamısı var. Manqal var. Stul mərkəzdə var. Döşəməsi isti döşəmədir. Burada mətbəx mebeli yığılıb. Söhbətgah üçün, həyət üçün soyuducu var. Qaz sobası, aspirator, hava çəkən, su hövzəsi var, mövcuddur. Sonra bundan əlavə olaraq TV stand, televizor və həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. O kombi otağı, hovuz, üzr istəyirəm, o kombi aparatı, hovuz və bu söhbətgaha aiddir. Evinki ayrıdır. Arxa tərəfdədir, yan hissədədir, o evə aiddir. Hovuzumuz da isti hovuzdur, istənilən vaxtı qızdırıb istifadə edə bilərsiniz. Keçək Elvin bir dənə küçəni də göstərim. Qəşəng, səliqəli, gözəl bir küçəsi var. Çox geniş, yəni ki, gözəl bir küçədir. Küçəni də göstərim sizə. Bax, maşallah. Çox geniş, gözəl, təzə asfalt salınmış. Bu da ki, ana küçədir. Necə deyərlər, 28 may küçəsi. Bəli, əsas küçə. Avtomatik olaraq darvaza. Bu evə, bu həyətə heç nə lazım deyil. Yəni, buranı aldınız, evdəki pal-paltarlarınızı götürürsünüz və yaxud da gəlirsiniz, təzəsilərini alırsınız. Bu ev üçün təzə pal-paltarlar alırsınız, gəlib girirsiniz içəri, qab-qaşıq götürürsünüz yaşamağa. 4 fəsil yaşamaq üçün nəzərdə tutulur. Bunun qarşısında məktəb var. Yaxınlığında böyük bir supermarket var. Bu yoldan marşrut xətti keçir. Marşrut keçir. Yerləşmə yeri superdir, super. Evin özü də ki, maşallah, yenə deyirəm, ən tez satılan evlərdən biridir, yenə də çıxdı bazara. Buyurun, keçək evin daxilinə. Bu evləri, bu insanın evin hər zaman təqdim edəndə mən çox zövq alıram, gözəl hisslər keçirdirəm. Ev doğrudan da ev kimi, bağ kimi, kiçik bir villa kimi çox qəşəngdir, çox. Keyfiyyətli də ki, yerindədir. Hələ ki, bu insanın evlərində heç bir problem yoxdur. Allaha şükür, heç bir problemimiz yoxdur. Heç birinin evlərində. Amma superdir. Hər bir şey yerli yerində fikirləşirilib. Hər şey. İçəri keçdin dolablar, paltar asmaq üçün. Sonra keçirəm, mətbəx qapısı var. Yəni, qapısız arkalı deyil. Baxın, bax, bu mətbəx otağında nə lazımdır? Şəbəkə pəncərələrdir, vitrindir, stol, hamısı keyfiyyətdir, qəşəng.
Mətbəx mebelidir, sobalardır, su hövzəsidir, qaz sobasıdır, soyuducudur, televizordur. Evin daxilində çatışmayan bir dənə nə var? Kondisionerlərdir. Onlar da ev sahibi ilə danışıqdan asılıdır. Abi bir dənə buranı açım görüm. Qab yuyan maşın var. Paltar yuyan maşın buradadır. Qab yuyan maşın da buradadır. Bu da var. Hər şey mövcuddur evdə. İsti döşəmədir bütöv olaraq. Keçirik. 4 dənə yataq otağı var. Bir dənə bu yataq otağının sanitar qovşağı yoxdur. O da ki, bununla üzbəyüz ümumi sanitar qovşağı var. Bu da onundur da, belə deyim. Yataq dəstidir, bəzənmə stoldur, televizorudur, dolabdır. Bir dənə nə qalır? Yenə deyirəm, kondisioner. Hər şey var. Çıxırıq. Üzbəyüz ümumi, mərkəzdə yerləşən sanitar qovşağı, duş kabinəsi. İkinci yataq otağı. Yataq dəsti, dolabı, bəzənmə stolu, televizoru və daxilində sanitar qovşağı. Tam mərkəzdə yerləşən 3-cü yataq otağı. Balaca yataq otağıdır. Divarın içərisində olan dolabıdır, yataq dəstidir, televizorudur və daxilində sanitar qovşağıdır. Çox qəşəngdir, baldır, bal. Gəl. 4-cü yataq otağı. Yataq dəsti, yenə də dolabı, bəzənmə stolu, televizoru və daxilində sanitar qovşağı. Evin daxilində 4 sanitar qovşağı, 4 yataq otağı yerləşir. Gəl. Susuram. Qonaq otağı. Təqdimata ehtiyac var. Heç nə lazım deyil. Sadəcə sizə xahiş edirəm, sizdən xahiş edirəm. Bəyəndinizsə bu evi zəng vurun. Gəlin bu evə baxın. Demirəm gəlib alın. Demirəm gücünüz çatmayacaq almağa. Əgər fikrinizdə varsa, xoşladınızsa bu evi zəng vurun. Gəlin mən bu evi sizə göstərim. Bir daha söyləyirəm, bu ev tez satılacaq. Əzizlərim, bax satılacaq. Bilmək olmaz, sabah, birisi gün, bugün axşam bu evin, necə deyərlər, dəqiqəsi, saniyəsi yoxdur. Sağ olun, bizi izlədiyi üçün, bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.